A, B çoxluqları verilib və aşağıdakı çoxluqlardan hansının 4 elementi var soruşulur. B ilə A-nın fərqinə baxaq. Birinci verilən B ilə A-nın fərqi. İki çoxluğun fərqini yazmaq üçün bizim bu B çoxluğudursa, bu da A çoxluğudursa, fərq yalnız bu hissədir. Yəni burada kəsişməyə daxil olan elementlər çıxmış oluruq. A ilə B-nin kəsişməsinə baxaq. -1, 1, xeyr ortaq deyil. A burada da yoxdur. 5 yoxdur. B yoxdur. C. Bəli, C ortaqdır, üstünə xətt çəkirəm. -2 ortaqdır, üstünə xətt çəkirəm. D ortaqdır, üstünə xətt çəkirəm. Və 10 da burada yoxdur. Başqa da ortaq heç bir elementi yoxdur. Deməli, B ilə A-nın fərqi dedikdə, B ilə A-nın fərqi bizə verir bu fərq -1, Y, 11, -5. -1, Y, 11 və -5. Burada elə 4 element aldıq. Deməli, doğru cavabımız elə B çıxılsın. B ilə A-nın fərqidir. Digər tərəfdən A ilə B-nin fərqinə baxaq. A ilə B-nin fərqi 1, 2, 3, 4, 5. 5 elementdir. Burada 5 elementdir. A ilə B-nin birləşməsi dedikdə, birləşmədə biz 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 element buradan 9, 10, 11, 12. 12 element buna aiddir. Çünki birləşmədə biz hamısını götürürük. Sadəcə təkrara yol vermirik. A ilə B-nin fərqini B ilə A-nın fərqi ilə birləşdirdikdə burada sadəcə kəsişmə yoxdur. Yəni kəsişmə yoxdursa elementlərin sayı da daha çoxdur. Yəni 5 element burada qalmışdı, 4 element burada qalmışdı. Birləşdirsək 9 element eləyir. Yəni bu 9 element verir bizə. A ilə B-nin kəsişməsi isə sadəcə 3 elementdən ibarətdir. Deməli, doğru cavabımız B ilə A-nın fərqidir.